Su orucunun artıq 70-ci saatıdır. İnanın mənə, yəni heç bir halda qida istəmirəm. Yəni elə bil o dünənki, sıraxa günkü, yavaş-yavaş bu ilk ərəfələrdə ki başladığım nə yorğunluq, nə aclıq, heç bir şey yoxdur. Yəni elə bil 1-2 saat bundan əvvəl yemək yemişəm. Düzdür, bu aclıq orucunun bitməsinə artıq 2 saat qalıb, 70-ci saatdır. Mən artıq belə baxanda 72-ci saatda artıq qida qəbul edəcəm. Çünki 3 gün tamam olacaqdır. Axşam saat 5 radələrində inşallah canlı yayın açacağam və orada ilk qida qəbulumu edəcəm. Mərci supu yeməyi inşallah planlaşdırıram. Maye formasında qəbul edəcəm ki, 3 günlük aclıqdan sonra mədə-bağırsaq sisteminə çox belə yük düşməsin. Hətta mənə yazırdılar ki, dayandırın, özünüzü pis hiss edirsiniz. Doğrudan da yorğun hiss edirdim, ac hiss edirdim özümü. Amma indi hal-hazırda yəni 1 qram elə bir şey, elə bir enerji gəlib ki, inana bilməzsiniz. Hal-hazırki halımla 3 gün nədir? Bir 33 gün acı qalmaq olar doğrudan da. İstədim bunu sizinlə bölüşüm ki, digər günlərə, yəni məsələn 24-cü saata, 30-cu saata, 48-ci saata nisbətən bu gün mükəmməl bir gündür. 2 saatdan sonra inşallah qida qəbulum olacaqdır. Canlı yayında olacağam. Saat 17:00-da bacardığım qədər canlı yayında olacağam. İstəsəz əlbəttə ki, gələrsiniz. Mənə də maraqlı olacaq ki, 3 gündən sonra ilk qida qəbulum necə olacaqdır.